Həccin pulunun hamısını ehtiyac sahiblərinə versin, həccə getməsin məsələsi gəldiksə, bu həqiqətən çox gülməli bir vəziyyətdir. Sən deyək ki, bunu yazırlar ha sosial mediada. Gedib bir adama belə desən, heç həcc yox ha, hər hansı bir tərcihi ilə bağlı. Düşün ki, məsələn, bir adam dostlarını yığıb bir kofe shopda oturublar, bahalı kofe içirlər və bəlkə də bir ailənin yarım aylıq, bir aylıq ərzaq pulunu bir dəfə kofe verirlər. Gəlib deyirsən ki, qarşı ondansa get ehtiyac adama deyirlər, sən nə ev lazımdır? Doğrudurmu? Yəni mən özüm bilərəm. Hə, o cəsarəti hardan? Sənə kim o icazəni verdi ki, gəlib mənim işimə qarışırsan? Sizə o icazəni kim verir ki, həccə getməkdənsə belə elə. Sənin məsləhətinə möhtaçdır kimsə. Hər halda o qədər pulu qazanacaq qədər ağlı varsa bu adamın, onu necə xərcləyəcəyini və yaxud həccə gedəcək qədər dini həssasiyyəti varsa, dində ehtiyac sahiblərinə paylaşmağın nə qədər həssas məsələ olduğunu o adam bilir, böyük ehtimal və bunu da eləyir. İndi kimsə deyəcək ki, bizim kəndimizdə filan illərdə bir dənə hacı var idi, belə idi. Mənfi örnək üzərindən getsək, istənilən bir sahədən minlərlə mənfi örnək verə bilərik. Yəni o heç vaxt mənfi örnək bir qrupu təmsil eləməz.